o qaynanalardan deyiləm. Gəlin mənim süpürgəmdir. Harda qoydum, orada durmalıdır. Azərbaycan kinosunun yaddaşına qızıl hərflərlə yazılmış Qaynana filmi 1978-ci ildə görkəmli rejissor Hüseyn Seyidzadə tərəfindən çəkilib. Musiqili film Məcid Şamxalovun eyni adlı pyesinin motivləri əsasında çəkilmişdir. Filmin musiqisi isə Tofiq Quliyevə məxsusdur. Çəkilişlər Azərbaycan Film Kinostudiyasının pavilyonunda aparılıb. Sadəcə rəssam Nadir Zeynalov elə dekorasiya edib ki, ev səhnələri sanki evdə çəkilib. Bağ yeri səhnələri Nardaran bağlarında lentə alınıb. Cənnət xalanın diş çəkdirməsi səhnəsi keçmiş İnqilab, indiki Həsən Əliyev prospektində yerləşən stomatoloji kabinetdə çəkilib. Filmin çəkilişləri təxminən 5-6 ay davam edib. İlqar rolunun ifaçısı İlham Namiq Kamalın dediyinə görə, onun roluna 14 aktyor sınaq çəkilişlərinə dəvət edilib. O vaxt həmin yaşda olan aktyorların demək olar ki, hamısı, o cümlədən Hacı Murad Yegizarov, baş rollardan birinin ifaçısı olan Fuad Poladov da əvvəl İlqar rolunun sınağına dəvət edilib. Amma o rola sınaqdan keçməyib. Əvəzində rejissor onu Ayaz rolu üçün daha münasib bilib. İlham Namiq Kamalın Mehriban olun ifadəsi də aktyorun öz improvizasiyasıdır. Amma bu söz yerinə düşdüyü üçün Əjdər İbrahimovun etirazı olmayıb. Rejissor özü də improvizələr edib, yəni ssenaridən kənara çıxıb. Məsələn, Gəlinin kuklası filmə rejissorun öz əlavəsidir. Cənnət xalanın başının üstündə asılan Məşədi Kazımın şəkli də improvizə idi. Şəkil aktyor Məmməd Sadıqovun şəkli imiş. Onu müxtəlif rakurslardan çəkiblər ki, kadrı oynadanda şəklin ifadələri dəyişirmiş kimi görünsün. Çılçırağın qırılıb xrustal kimi dağılması, yanğın söndürənlərin hoqqabazlığı məhz rejissor təxəyyülünün məhsuludur. Filmdəki heyətdən İlham Namiq Kamaldan başqa sağ qalan ikinci aktyor Afət rolunun ifaçısı İnara Quliyevadır. Rollarda Nəsibə Zeynalova Cənnət, İnara Quliyeva Afət, Zərifə, İlham Namiq Kamal İlqar, Tənilə Əhmərova Sevda, Fuad Poladov Ayaz, Səfira İbrahimova Sədaqət, Tələt Rəhmanov Əli rollarında çəkiliblər. Hardasın, ay Məşəd Kazım. Gəl gör sənin cənnətimin necə halı var. Deməli, bildiyiniz kimi Qaynana filmi eyni adlı əsərdir. Məcid Şamxalovun Qaynana əsərindən götürülüb və o uzun müddət Azərbaycan teatr səhnəsində göstərilib teatrda olaraq. Şəmələ bir kim su da verməzsə mənə nail üçün. Allah eləməz, elə demə. Amma 1977-ci ildə Azərbaycan Film Kinostudiyasının proqramında Qaynana filmi çəkilişi barəsində qərar qəbul olundu. Bu çəkilişi də mərhum sənətkarımız Hüseyn Seyidzadəyə həvalə olundu və Hüseyn Seyidzadə buna qədər Azərbaycan kinosunda öz imzasını qoyan bir çox filmlər vardı. Məsələn, Dəli Kürdü, Yenilməz Batalyondur, Olmasın bu olsun. Yəni, bu filmlərə imza atıb. Amma Hüseyn Seyidzadə Qaynananı başlayarkən bambaşqa cür teatrdan seçilərək belə bir əsəri ərsəyə gəlməsində çox böyük rolu oldu. Qaynana filmində də bilirsiniz ki, məşhurlaşan onun Nəsibə Zeynalov
Zeynalovanın çox böyük əməyi idi. Teatrda o çox gözəl ifa edirdi və kinoda da Nəsibə Zeynalova bu filmi Cənnət xala obrazını çox gözəl məharətlə ifa edir. Bu kino ilə teatr arasında fərqlər bambaşqadır. Nədən? Çünki teatr tək bir səhnə ilə, amma burada isə geniş diapazona malikdir film. Ona görə də ki, bu filmdə Hüseyn Seyidzadə filmdən, ssenaridən də bəzi yerlərdə kənara çıxdı. Özü istədiyi kimi filmi və bu filmdə alındı. 1977-ci ildə başladıq, 78-ci ildə film artıq ekranlara çıxdı. Bizdə orada pərdə arxasında elə bir qlobal bir şey olmadı. Sadəcə o, bilirsiniz, o kuklalar var ya, gətirir bu böyük kuklalar. O səhnəni şəxsən Hüseyn Seyidzadə özü düşünmüşdü və o heç kim də bilmirdi ki, elə bir şeydir. Nəsibə Zeynalova görərkən gördün o kuklaları şaşırdı biraz. Çünki bu rejissorun təxəyyülüdür. Rejissorun çünki elə bir böyük yerin gəlinin böyük bir oyuncağı olmalıydı. O belə bir elementar bir şey. Bir də ki, biz o səhnədə ən yadda qalan yanğın, evin yanğın səhnəsidir. Pajanını qalxır yuxarıdan. O da gözlənilmən bir şey oldu. Orada da heç kim bilmirdi. Belə çox belə və gözəl bir epizodlar yarandı. Bu nədir? Yanğın zad yoxdur. Xuliqanlıq edirsiniz? Bura başdan ayağa dəlixanaymış ki. Əli bala, ver gəlsin. O vaxt ki, texnikanın öz dərəcə müsbətində, yəni texnika o qədər də texniki cəhətdən mümkün deyildi. Amma bu günləri maşallah texniki cəhətdən bu günləri texnika da və quruluş da o vaxt ki 78-ci ildəki Bakına baxardın, indiki 2025-in Bakısına baxırsan ki, görürsən ki, yerlə göy qədər dəyişikliyi var. Ona görə də Nəsibə xanımın orada obrazı, Nəsibə xanımın geyimi, məsəl üçün bu Nəsibə xanımın geyimlərinin çoxu özünün təxəyyül, özü seçərdi. Hansını mən bəyənirəm, hansını bəyənmirəm. Onun üçün geyim rəssamı Nəsibə xanımla mütəmadi hər gün hansı paltarı giyinəcək gələrdi. Nəsibə xanım üçün bir gözəl şərait kinosunda yaradılmışdı. Otaq ayrılmışdı Nəsibə xanımın istirahəti üçün orada. Onun yeməyinə diqqət elə bir adam ayrılmışdı, onun yeməyinə diqqət verirdi. Nəsibə xanım istirahətinə diqqət edirdi. Çünki Nəsibə xanım o zamanda bizində o qədər də məsəl üçün cavan deyil idi, amma istər-istəməz onun filmdən 3 saat, 4 saat yüksək işıqların altında Nəsibə xanım o obrazını yaratdı. Onun üçün istirahətlər lazımdır. Hər 2 saatdan bir Nəsibə xanıma istirahət verirdi ki, istirahət eləyərdi, sonra filmi davam eləyərdi. Yəni çəkilişi davam eləyərdi. Amma indi birdən-birə bir gündə 3-5 epizod nə qədər çəkirsən, heç bir problem də olmur. Bizim film belə idi ki, filmdə o vaxt Sovet hökumətinin zamanında idi. Yəni o vaxtda heç bir böyük bir çətinlik yox idi. Nədən? Çünki Azərbaycan Film Kinostudiyasını texniki cəhətdən çox təmin olunmuşdu. Hər bir şey var idi. Və burada da ki, təbii ki, filmdə də ki, hansı təşkilata gedirdiksə Nəsibə xanımın adı, Hüseyn Seyidzadə böyük sənətkarın adı olduğu üçün bu filmdə elə bir bizim çətinliyimiz olmadı. Həm də filmdə Nəsibə xanımla bərabər Fuad Poladov, İlham Namiq Kamal, bir də İnara Quliyeva, bu Rus Moskvanın teatrının aktrisası idi. Azərbaycan filmdə də o çox filmlərdə oynamışdı. Bir o Alma-Almaya bənzər və ondan da başqa filmlərdə Azərbaycanda oynamışdı və gözəl də obrazlar yaratmışdı. Ona görə Hüseyn Seyidzadə İnara Quliyevanı dəvət elədi və o da gözəl. İnara Quliyevadan başqa orada Səfura İbrahimova, Tələt Rəhmanov, yəni bu kimi aktyorlar
Fuad Poladov, İlham İmanov dedim. Yəni bu kimi aktyorlar o filmdə obrazlar, gözəl obrazlar yaratdı. Təəssüf ki, onlardan həyatda olan ancaq bizə İlham Namiq Kamaldır. O dünyasını dəyişən insanlara da qəni-qəni Allahdan rəhmət edirik. O film Azərbaycan kinosunda öz dəstxəttini ilə olan çox gözəl bir film yarandı. Əcəb işə düşmüsən Cənnət xala. Hüseyn Seyidzadə ilə mənim ikinci işim oldu. Deməli, birinci işim mən Bayquş gələndə filmi Maqsud İbrahimbəyovun əsəri idi. Şamil Mahmudayov çəkirdi. O filmlə başladıq. Sonra təsadüfən biz kinostudiyanın dəhlizində bir Hüseyn Seyidzadə ilə qarşılaşdıq. Çünki salamlarımız var idi bir-birimizə. Dedim, mən yeni qaynanaya başlayaram. İşləyərsən mənimlə, dedim, çox istərəm ki, siz kimi gözəl sənətkarlığın yanında biz bir şagird kimi, sizin sənətinizin vurğunu kimi, sizin iş prinsiplərinizi görmək istərəm. Ona görə mən Hüseyn Seyidzadə ilə başladıq Qaynana filminə. İkinci filmim Qaynana filmi oldu. Bu film bir ilk addım olaraq, məsəl üçün, Bayquş gələndə filmindən sonra bu film mənim üçün çox önəmli oldu. Amma mən düşünürəm ki, gələcəkdə Azərbaycan kinosu daha da, sizi kimi gənclərimiz daha da maddi yox, mənəvi cəhətdən bu sənətin dalıca gedəcəklər və bu sənəti də yüksəklərə qaldıracaq. Üstümüzden keçti külək, üstümüzden keçti külək, şan zarafa çökərək. Biz mehriban aileyik, biz mehriban aileyik, gəlin dostlar deyək gülək. Biz mehriban aileyik, biz mehriban aileyik. Hardasın? Hardasın ay Meşet Kazım? Gel gör senin cennetimin ne celalı var. Mehribanı işidir. Məhəbbətle yanan çıraq, məhəbbətle yanan çıraq, güneşten de ışıqlıdır. Məhəbbətle yanan çıraq, məhəbbətle yanan çıraq, güneşten de ışıqlıdır.